New English File, Workbook Studenburg, deməli mövzumuz from rates to rich. Rich bilirik varlı deməkdir, rates isə kasıb deməkdir. Kasıblıqdan, fromdan zənginliyə to, A əl şəkilçisi. Kasıblıqdan zənginliyə. Gəlin, bu arada burada Zara'nın yaradıcısından söhbət gedir. Zara is Amanika Ortega yaradıb. İndi gəlin baxaq, burada geyimlərdən söhbət gedir. Görək, puzzle, crossword verilir və biz geyimlərin adlarını tapıb nömrələri ilə yerinə qoymalıyıq. Gəlin edək. Birinci geyimə baxaq. Nəysə 2-dən başlayaq. Birinci 2 nədir bu? Don. Don ingiliscə nədir? Dress. 2-ni gəlin crossword 2A görə. D-R-E-S-S dress oldu, düz tapdıq. Baxırıq 5-ə. Jacket. Jacket-ə bənzəyir. Jacket 5. C-A-C-K-E-T düzdür. Bu da düz yazdıq. Jacket yazılır. Jacket deyilir. Sonra suit. 6. Suit kostyumdur. Görək. S-U-I-T düzdür. 12 pants. 12 P-A-N-T-S pant. Şalvar. Şalvara həm pants deyilir, həm də pantalonda, yəni türk sözündən yanınızda saxlaya bilərsiniz. Həm də trousers deyilir ingilislər. İki cür deyilir. Aha, bu və trousers hər zaman cəmdə olan bizim ismimizdir. Galstuk T deməkdir. T-I-E yazılır, düzdür. Aha, sonra Kaldotka Things görək var. Göz düzdür. Bu da uyğun gəldi. Çorablar 7. Socks. Çorap sof 7. S-O-C-K düzdür. Çorab da uyğun gəldi. Və bu arada deyim ki, hər iki tərəfi olan isimlər, ikisi bax, iki tərəfli şalvar, kaldotka, bunlar hər zaman cəmdə olur. Məsələn, corab da həmçinin, əlcək, qlov, hamısı cəmdə olur. Amma iki tərəfi birləşik olmayan, məsələn, əlcəkdir, corabdır. Onlardan bir tayından söhbət gedərsə, onda artıq təkdə ola bilər. Amma iki tayından söhbət gedirsə, bir tayına keçməyibsə, həmişə cəmdə olur. Bu arada cins sözünün özü də cəmdədir hər zaman isimdə, ingilis dilində. Qalanını isə YouTube kanalından izləyə bilərsiniz.